Ruqya etmək savabdır. Vallahi savabdır, ibadətdir. Ruqya etmək ibadətdir. Amma digər ibadətlər keyfiyyəti olmadığı kimi, reklam olduğu kimi, zay olduğu kimi, və qardaş bu ibadət də zay olub normal şəkildə. Bu da yoxdur. Orada Quran var, orada zikir var, orada nəsihət var, orada... Bunlar hamısı ixlas istəyir, qardaş. Ekran qarşısında istəmirsən bunu eləyəsən. Hamısı ixlas istəyir, Emil, hamısı. Özü də güclü ixlas istəyir. Maksimum gizlin eləyəsən. Sədəqə vermək ibadət deyil. Maksimum ixlas istəyir. Axı, sən gizlədəsən insanlardan. Qardaş, nə insanlardan gizlədmək? Şeytan elə adlardan yaxınlaşıb ki, qoy, baxacaqlar sənə, o birislərə nəfsiyyət edəcəksən, tövsiyə olsun, qoy, baxsınlar, öyrənsinlər, nə bilim, nə. Reklam eləyirlər. Ona görə biz bunun əleyhinəyik. Bu kimi surətin əleyhinəyik biz.